Salam dostlar, mən bugün istəyirəm intonasiya məsələlərindən danışım. İntonasiyaya mən ruhun barmaq izləri deyirəm. Yəni, həm irrasional, həm də xeyli rasional və görünən bir məfhumdur intonasiya. Yəni, hiss olunan, real hiss olunan bir məfhumdur. Poeziyanın sirlərini bilən insanlar gözəl bilir ki, şairlər ədəbiyyata, şeir, düşüncə, ideyadan çox intonasiya gətirirlər. Yəni, özünün intonasiyası olmayan heç bir şair, hətta heç bir sənət adamı məşğul olduğu yaradıcılıq sahəsində özünü realizə eləyib, deməli, sübut eləyə bilməz. Öz imzasını təsdiq eləyə bilməz. Yəni, intonasiyasız qeyri-mümkündür və bu da ilk baxışdan görünən bir şeydir. Yəni, sənətkar olan insanlar məşğul olduğu sahədə, rəsmdə də, musiqidə də, şeirdə də, nəsirdə də, hətta romanlarda da yazıçının intonasiyasını görürlər. O varsa var, yoxdursa yoxdur. Onun adını istedad qoyurlar, nəfəs qoyurlar. Ancaq mən intonasiya kimi bugün şərh eləmək istəyirəm və həm də Azərbaycanda çox geniş yayılmış 11-lik üzərində konkret misallarla eyni təkt bölgüsünü seçəcəyik ki, yəni belə bəhanə yerimiz qalmasın. Təkt bölgüləri eyni, heca sayları eyni. Sadəcə müxtəlif zamanlardan intonasiya fərqlərinə diqqət eləyəcəyik. Müasir dövrdən başlayırıq. Dünən hələ bu boydaydı, bu boyda, indən belə ağlamaqdan nə fayda, öldür məni oynamaram bu toyda, öldür məni bəlkə bir də dirildim. Deməli, gedirik Sovet dövrünə doğru, intonasiya daha da ağırlaşır. Qulaç-qulaç hörüklərin ilandı, incimərəm sal boynuma dolandı. Fikir verin, dünən hələ bu boydaydı, bu boyda, qulaç-qulaç hörüklərin ilandı. İntonasiya nisbətən ağırlaşdı. Biraz da xalq şeirinə doğru yaxınlaşırıq, çünki mənbə oradır, 11-lik oradan gəlir. Ruh orada daha güclüdür. Sellər sular bəhman kimi çağlamaz, səndən qeyri kəs yaramı bağlamaz. Fikir verin, qulaç-qulaç hörüklərin ilandı, incimərəm sal boynuma dolandı. Sellər sular bəhman kimi çağlamaz, səndən qeyri kəs yaramı bağlamaz. Biz daha ağır və ləngərli bir intonasiya gördük. Xalq şeirinin içərilərinə doğru gedək. Ay ariflər, gəlin sizə söylüyüm, kəsilib üstümdən yar nişanası. Fikir verək, indi müqayisə eləyək. Deməli, sellər sular bəhman kimi çağlamaz. Ay ariflər, gəlin sizə söylüyüm. Fərqi hiss elədiniz, təkrar eləyirəm. Sellər sular bəhman kimi çağlamaz. Ay ariflər, gəlin sizə söylüyüm. Nə qədər intonasiya ağırlaşdı. Yəqin ki, siz də hiss elədiniz. Və indi xalq şeirinin özünün içərisində müqayisə aparaq. Ay ariflər, gəlin sizə söylüyüm, kəsilib üstümdən yar nişanası, ay ağalar bir tərlanım uçufdu, sağ əlimdən sol əlimi alınca. Fikir verdiniz, fərq nə qədər qabarıqdır. Eyni təkt bölgüsü, eyni heca, estetika da eyni, saz üstündə yazılıb, ancaq intonasiyanın fərqlərinə baxın. Ay ariflər, gəlin sizə söylüyüm, kəsilib üstümdən yar nişanası, ay ağalar bir tərlanım uçufdu, sağ əlimdən sol əlimi alınca. Mən ümumiyyətlə bu beynimdə, düşüncəmdə bu müqayisələri çox aparmışam və bu misradan daha samballı, deməli, heca şeirinə rast gəlməmişəm. Yəni 11-liyə rast gəlməmişəm. Ay ağalar bir tərlanım uçufdu, sağ əlimdən sol əlimi alınca, onu tutan xeyrin bəhrin görməsin, mən məzlumun nalası var dalınca. Mən pafosdan danışmıram, ehtiyatlı olmaq lazımdır burada. Şeirin özünün ahəngindən mən çıxış eləyirəm, özüm ona xod vermirəm. Ay ağalar bir tərlanım uçufdu, sağ əlimdən sol əlimi alınca. Bunu yazan şairin biz içinə yenib onun məhz qımıltısını eşidirik. İçəridə bu şeiri yazmamış qımıldadığı ana yenirik. Ay ağalar bir tərlanım uçufdu və bu həmişə mənə möcüzəvi gəlib ki, niyə bundan samballı bir şey aldıra bilməyiblər. Sonra yadıma düşdü ki, ilahi bu əruzu da çəkir bu 11-lik. Həqiqətən. Mən indi konkret misal deyəcəm. Bax, Füzulinin ən ağır bəhrinə gedək. Kuhikən kün deyiləmiş min tişəni bir dağ ilən, mən qoparıb salmışam min dağı bir dırnaq ilən, ay ağalar bir tərlanım uçufdu. Əruzu çəkdi. Əruzu çəkdi, özdə əməlli başdı. Yəni sambalda, enerjidə əruza meydan oxudu. Fikir verin, bir də təkrarlayıram. Kuhikən kün deyiləmiş min tişəni bir dağ ilən, mən qoparıb salmışam min dağı bir dırnaq ilən, ay ağalar bir tərlanım uçufdu, sağ əlimdən sol əlimi alınca. Özdə çox sadə qələbə çalır, səs-küy salmadan. Füzuli yan yörədən izafətlər, ərəbvari, fasvari bəlağətlər qoşur məsələyə. Elə bil ki,
süni güc verir beytə, sənətkarlığının hesabına güc verir. Ancaq bu ruhun o qədər dərinliyindən, o qədər uzaqlığından süzülüb gəlir ki, xalq ruhunun. Yəni bunun bənzəri yoxdur. Yəni mən buna xalq ruhunun abidəsi deyərdim və bunu yalnız sözlə qoymaq mümkündür.